Salam əziz şagirdlər, kanalıma xoş gəlibsiniz. Əgər siz imtahana hazırlaşırsınızsa, sona qədər izləməyinizi tövsiyə edirəm. Bugün sizlə 9-cu sinif buraxılış imtahana hazırlaşan şagirdlər üçün Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi DİM 20 variant sınaq kitabından sınaq 2-nin izahına baxacağıq. Birinci sual. X, Y, Z həqiqi ədədləri üçün 3-də X, 4-də Y və 5-də Z ifadəsi verilibdir. Y-in tapılması soruşulur. Birinci sualda X bərabərdir 3K, Y bərabərdir 4K, Z bərabərdir 5K götürməliyik ki, nisbətlər müəyyən bir K ədədinə bərabər olsun. Daha sonra aşağıdakı ifadədə verilənləri yazaq. 2 vurulsun X-in yerinə 3K, çıxılsın Y-in yerinə 4K, üstə gəl Z-in yerinə 5K bərabərdir 21. 2-ni 3K'ya vursam 6K, 4K'nı çıxsam 2K, 5K ilə toplasam 7K bərabərdir 21. K bərabərdir 3. Bizdən Y-in tapılması soruşulur. Y bərabərdir 4K ifadəsində 4 vur 3 yazsaq, Y bərabərdir 12 olar. C variantı birinci sual. Keçək ikinci suala. İkinci sualda B'də A üstə gəl, A'da B bərabərdir 5 ifadəsini ortaq məxrəcə gətirək. B və A üçün ortaq məxrəc A, B. Birinci kəsrin surət və məxrəcini A-ya vuraq. A, B'də A kvadratı. Üstə gəl. İkinci ifadənin surət və məxrəcini B-yə vuraq. A, B'də B kvadratı bərabərdir 5. Məxrəclər eyni olduğuna görə surətləri toplaya bilərəm. A, B'də A kvadratı üstə gəl B kvadratı bərabərdir 5. Bu ifadədən A kvadratı üstə gəl B kvadratı bərabərdir 5AB tapa bilərik. İndi gəlin ikinci ifadəni sadələşdirək. İkinci ifadəyə müxtəsər vurma düsturunu tətbiq etsəm, kəsrin surətinə məxrəc olduğu kimi qalsın 4AB. A üstə gəl B-nin mötərizə kvadratı. İki ifadənin cəminin kvadratı düsturunu tətbiq etsəm, A kvadratı üstə gəl 2AB üstə gəl B kvadratı. İki ifadənin fərqinin kvadratı düsturunu tətbiq etsəm, üstə gəl A kvadratı çıxılsın 2AB üstə gəl B kvadratı. A kvadratı ilə A kvadratını toplasaq 2A kvadratı. 2AB müsbət mənfi əks işarəli olduğuna görə 0. Üstə gəl B kvadratları toplasam 2B kvadratı. Məxrəcdə 4AB. Surətdə 2-ni ortaq vuruq kimi mötərizə xaricinə çıxarsam, A kvadratı üstə gəl B kvadratı qalar. Məxrəcdə 4AB olduğu kimi qalır. A kvadratı üstə gəl B kvadratın yerinə 5AB yaza bilərəm. 2 vurulsun 5AB məxrəcdə 4AB. AB-lər ixtisar gedər. 2-ni 5-ə vursam 10, 4-ə də bölsəm 2,5. C variantı. Baxaq üçüncü suala. Üçüncü sualda məxrəci olduğu kimi saxlayaq. Kəsrin surətinə müxtəsər vurma düsturunu tətbiq eləyək. X kvadratı üstə gəl X üstə gəl 1. Surəti isə A kubu çıx B kubu düsturunu tətbiq etsəm, X kubu çıx 1-in kubu kimi yaza bilərəm. X çıx 1. X kvadratı üstə gəl X üstə gəl 1. Vurulsun. X çıx 1. 1-in kubu surəti isə X kvadratı çıx 2X üstə gəl 1-in yerinə X çıx 1-in mötərizə kvadratı kimi yazmaq olar. Bərabərdir. X kvadratı üstə gəl X üstə gəl 1-lər ixtisar gedər. X çıx 1-in kvadratı ilə X çıx 1-in kubu da ixtisar gedər. Qalar bir dənə X çıx 1.
x çıx 1 ilə x çıx 1-i də ixtisar aparsaq cavabımız 1. Üçüncü sual B variantı. Baxaq dördüncü suala. Sinifdəki şagirdlərin 60% qızlardır. Sinifə əlavə 10 qız gələrsə, şagirdlərin 68% qız olar. Sinifdə əvvəlcə neçə şagird olduğunu qeyd edin, tapın. Demək ki, sinifdə əvvəlcə olan şagirdlərin sayını yazaq x-la. Şagird sayı x. Qızların sayı isə sinifin 60% qızdır. Yəni x-in 60% qızdırsa, x-i 60-a vurub 100-ə bölsəm, 0,6 x alaram. Daha sonra sinifə əlavə 10 qız gəlir. 0,6 x qızların sayıdır. 10 qız əlavə olunduğuna görə üstəgəl onu gəlirik. Sinifdəki şagird sayı x idi. 10 uşaq gəldiyinə görə x üstəgəl 10. İndi isə sinifdəki şagirdlərin sayı oldu x üstəgəl 10. Bunun 68% qızlardır. Yəni x üstəgəl 10'un 68%'ni tapmalıyıq. Vururuq 68'ə, bölürük 100'ə. Bərabərdir 0,6 x üstəgəl 10. Məxrəcinə 1 yazaq. Tənasüb kimi vurub açsaq 68 x üstəgəl 68'i də 10'a vursam 680. Bərabərdir 100'ü 0,6 x üstəgəl 10'a vursam 100 0,6 x'e vurulanda 60 x üstəgəl 100'ü 10'a vursaq 1000. X'ları bir tərəfə yığaq. 68 x çıxılsın 60 x bərabərdir 1000 çıxılsın 680. 68 x'dan 60 x çıxsam 8 x bərabərdir 1000'dən 80 çıxanda 320. X'i tapmaq üçün 320'ni 8'ə bölsəm 40. Sinifdəki şagird sayı 40 uşaq imiş. C variantı 4-cü sual. Gəlin baxaq 5-ci suala. 5-ci sualda ədədin faizini soruşurlar. Ədədin faizini tapmaq üçün ədədi faiz göstərən ədədə vurub 100'ə bölmək lazımdır. 25 ilə 100'ü ixtisar apararıq. 25'i 25'e bölsək 1, 100'ü 25'e bölsək 4. 48 də 4'ə bölünəndə 12. 5-ci sual A variantı. 6-cı sual. 6-cı sualda C'də B bərabərdir 5'də 4 veriblər. Nisbət olduğuna görə B bərabərdir 4K. C bərabərdir 5K yaza bilərik. Daha sonra ikinci ifadədə A böl B bərabərdir 2'də 3 veriblər. Biz B'yə 4K dediyimiz üçün 2'də 3'ü məxrəci 4 olan kəsrə gətirməliyik. 2'yə vursaq 4, 3'ü 2'yə vursaq 6. Burada A bərabərdir 6K. B bərabər 4K'nı yazdıq. İndi ifadədə yerinə qoyaq. 2 vurulsun. A'nın yerinə 6K. Çıxılsın B'nin yerinə 4K. Çıxılsın C'nin yerinə 5K. Bərabərdir 12. 2'ni 6K'ya vursam 12K. 4K'nı çıxsam 8K. 5K'nı da çıxsam 3K. 3K bərabərdir 12. K'nı da tapsam 12'ni 3'ə bölsəm 4. İndi bizdən C'nin qiyməti soruşurlar. C bərabərdir 5K idi. 5 vurulsun. K'nın yerinə 4 yazsam 5'i 4'ə vuranda 20. Y variantı. Baxaq 7-ci suala. 7-ci sualda sahədə əkilmiş bitkilər haqqında məlumat verilibdir. Yonca əkilmiş sahə ümumi sahənin hansı hissəsidir? Ümumi sahə 360 dərəcə olduğuna görə gəlin yonca əkilən sahəyə düşən dərəcəni tapaq. Yonca bərabər. Deməli 360'dan çıxmalıyıq. 80, 70 və 120'nin cəmini. 70 üstəgəl 120. 80 ilə 70'i toplasam 150. 120'ni də əlavə etsəm 270. 360 çıx 270. Bərabərdir 90. Yoncaya düşən sahə 90 dərəcəymiş. Gəlin ümumi hissəsini tapaq. Ümumi hissə 360'dır.
Yoncuya düşən dərəcə isə 90 dərəcə. 360-da 90 hissəni təşkil eləyirmiş. İxtisar da aparsam sıfırlar silinir. 36'da 9 ixtisar gedir, qalır 4'də 1. D variantı. Baxaq 8-ci suala. 8-ci sualda a kvadratı üstəgəl 6a üstəgəl 9 ifadəsini bir qruplaşdıraq. Çıxılsın b kvadratı yazaq. Məxrəcdə a kvadratı çıxılsın b kvadratını üstəgəl 3a üstəgəl 3b-ni bir qruplaşdıraq. Çıxılsın ikinci ifadə olduğu kimi qalsın. A üstəgəl b bərabərdir. A kvadratı üstəgəl 6a üstəgəl 9'un yerinə yaza bilərəm. A üstəgəl 3'ün mötərizə kvadratı. Çıxılsın b kvadratı. Məxrəcdə a kvadratı çıx b kvadratın yerinə müxtəsər vurma düsturunu tətbiq etsəm, bir dəfə min ədədlərin fərqi, bir dəfə min ədədlərin cəmini yazmaq olar. Üstəgəl 3a ilə 3b-də də ortaq vuruğu 3'ü mötərizə xaricinə çıxarsam, qalacaq a üstəgəl b. Çıxılsın 3 bölünsün a üstəgəl b. Birinci ifadənin məxrəcində ortaq vuruğu a üstəgəl b-ni mötərizə xaricinə çıxarsam, qalacaq a çıxılsın b üstəgəl 3. Kəsrin surətində isə a kvadratı çıx b kvadratı müxtəsər vurma düsturunu tətbiq etsəm, bir dəfə min ifadələrin cəmini yazmaq olar. A üstəgəl 3 üstəgəl b. Bir dəfə də həmin ifadələrin fərqini yazmalıyıq. A üstəgəl 3 çıx b. Çıxılsın ikinci ifadə olduğu kimi qalacaq. A çıx b üstəgəl 3'ü ixtisar aparırıq. Məxrəclər eyni olduğuna görə surətləri toplaya bilərik. A üstəgəl b, surətdə a üstəgəl 3 üstəgəl b çıxılsın 3. Mənfi 3 ilə müsbət 3'ün cəmi 0. A üstəgəl b-ni də a üstəgəl b-yə bölsəm cavab 1 qalar. 8-ci sualda C variantı. Baxaq 9-cu suala. 9-cu sualda x kubu üstəgəl x kvadratı çıx 2 çox həddisinin vuruqlarından birini soruşurlar. X kvadratın yerinə 2x kvadratı çıx x kvadratı yazmaq olar. Çıxılsın 2. Burada x kubu ilə x kvadratını bir qruplaşdırarıq. 2x kvadratı çıx 2'ni bir qruplaşdırarıq. X kubu çıx x kvadratında ortaq vuruq x kvadratını mötərizə xaricinə çıxarsam, qalacaq x çıx 1. Üstəgəl 2x kvadratı çıx 2'də 2'ni mötərizə xaricinə çıxarsam, qalacaq x kvadratı çıx 1. 1'in yerinə də 1'in kvadratı yazaq ki, iki ifadənin kvadratları fərqi düsturunu tətbiq eləyə bilək. Bərabərdir. X kvadratı x çıxılsın 1 üstəgəl 2 vurulsun x kvadratı çıx 1. 1'in kvadratı ifadəsinin yerinə bir dəfə həmin ədədlərin fərqi, bir dəfə də həmin ədədlərin cəmini yazmaq olar. Daha sonra hər iki ifadədə ortaq vuruq x çıx 1'i mötərizə xaricinə çıxarsaq, qalacaq x kvadratı üstəgəl 2 x üstəgəl 1. İkinci mötərizəni sadələşdirsəm, x çıx 1 x kvadratı üstəgəl 2'ni x'e vursam 2x, 2'ni 1'e vursam üstəgəl 2. Y variantı vuruqlarından biridir. Baxaq 10-cu suala. 10-cu sualda 5 üstü n üstəgəl 2. 5 üstü n üstəgəl 2'ni 5 üstü n vur 2 kimi yazmaq olar. Çünki əsaslar eynidirsə qüvvət üstləri toplamalıyıq. 4 vurulsun 5 üstü n. Məxrəcdə 5 üstü n çıx 1'in yerinə 5 üstü n vurulsun 5 üstü mənfi 1 yazmaq olar. Üstəgəl 4 vurulsun 5 üstü n. Kəsrin surətindən ortaq vuruğu 5 üstü n-i mötərizə xaricinə çıxarsam, qalacaq 5'in kvadratı çıx 4. Məxrəcdə yeni ortaq vuruğu 5 üstü n-i mötərizə xaricinə çıxarsam, qalacaq 5 üstü mənfi 1 üstəgəl 4. 5 üstü n-lər ixtisar gedər. 5'in kvadratı
25, 4 də çıxsam 21. Məxrəcdə 5 üstü mənfi 1-in yerinə 5-də 1 üstə gəl 4 yazmaq olar, bərabərdir. 5-də 1 ilə 4-ü toplasam 4 tam 5-də 1. 21 bölünsün 4 tam 5'te 1. Beraberdir. 21 vurulsun. 4 tam 5'te 1. 5'te 21'dir. Düzgün olmayan kəsrə çevirsəm, bölməni də vurmayla əvəzləsəm, tərsini yaza bilərəm. 21'də 5. 21'lər ixtisar gedər. Cevabımız qalar 5. 10 B variantı. Gəlin indi 11-ci sualın izahına baxaq. 11-ci sualda yanlış ifadəni soruşurlar. Kvadratın tərəfi ilə perimetr düz mütənasibdir. Doğrudur. Çevrənin uzunluğu ilə radiusu düz mütənasibdir. Bu da doğrudur. Çünki biz kvadratın tərəfini artırsaq, perimetr də artacaqdır. Çevrənin radiusunu artırsaq, çevrənin uzunluğu da artacaqdır. C variantında tənasibin orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir ifadəsi də doğrudur. D variantında əgər A üstəgən B'də A böl B ifadəsində bərabərdir K yazsaq, A bərabər olacaq B K'ya. İkinci ifadədə C böl D bərabərdir K yazsaq, C'nin yerinə yazarıq D K. Bərabərlikdə bu ifadələri yerinə qoyaq. A'nın yerinə B K, üstə gəl C'nin yerinə D K. Məxrəci isə olduğu kimi saxlayaq. B üstə gəl D. Surətdə K'nı ortaq vuruq kimi mötərizə xaricinə çıxarsam qalacaq B üstə gəl D. Məxrəc isə olduğu kimi qalır B üstə gəl D. B üstə gəl D'lər ixtisar gedir. Cavab qalır K. Bizə də K verilmişdi. Demək ki D variantı doğrudur. Gəlin Y'yə baxaq. Y variantında A böl B bərabərdir K ifadəsində A bərabər olacaq B K'ya. C böl D ifadəsində C bərabər olacaq D vur K'ya. İndi ifadədə yerinə qoyaq. A'nın yerinə B vur K, C'nin yerinə D vur K. Məxrəc isə B vur D. B, D'lər ixtisar gedər, qalar K kvadratı. Lakin bizdə K verilmişdir. Demək ki, səhv verilibdir. Y variantı səhv variantdır. Gəlin baxaq 12-ci suala. X kvadratı çıx 2x üstəgəl y kvadratı ifadəsinin yerinə x çıx y-in mötərizə kvadratı yazmaq olar. Üstəgəl 10x çıx 10y-dən 10'un ortaq vuruq kimi mötərizə xaricinə çıxarsam qalacaq x çıx y. Üstəgəl 25 bərabərdir 0. X çıx y-in yerinə t yazsam, t əvəzləməsini aparsam, alınacaq t kvadratı üstə gəl 10 vur t üstə gəl 25 bərabərdir 0. Bu ifadəni də müxtəsər vurma düsturunu tətbiq etsəm t üstə gəl 5'in mötərizə kvadratı yazarıq. Bərabərdir 0. Hər tərəfdən kök alsam t üstə gəl 5 bərabərdir 0. T bərabərdir -5. Bizdə isə əvəzləmədə x çıx y bərabərdir t idi. Demək ki x çıx y bərabərdir -5 olacaq. A variantı 12-ci sual. Baxaq 13-cü suala. 13-cü sualdan birinci ifadəni tənasüb kimi açsam 2 vurulsun A üstə gəl 2B bərabərdir 5 vurulsun A çıx B. 2'ni A'ya vursam 2A üstə gəl 2'ni 2B'ye vursam 4B bərabərdir. 5'i A'ya vursam 5A çıxılsın 5B. B'ləri A'ları bir yerə yığaq. 4B üstə gəl 5B bərabərdir. 5A çıxılsın 2B. 2A. 4B ilə 5B toplananda 9B. 5A'dan 2A çıxsam 3A.
Her tərəfi də 3'e bölsəm 3b bərabərdir a. Bizdən a böl b nisbətini soruşurlar. A'nın yerinə 3b yazsam məxrəc b olduğu kimi qalar. 3b'ni də b'yə bölsək b'lər ixtisar gedər. Cavab qalar 3. 13 D variantı. Baxaq 14-cü suala. 14-cü sualda 2 üstü 2x üstəgəl bir ifadəsinin yerinə 2 üstü x vurulsun, 2 üstü x vurulsun, 2 üstü 1 kimi yazmaq olar. Əsaslar eynidirsə qüvvət üstləri toplayan zaman yeni 2x üstəgəl 1 alınacaqdır. 2 üstü x-in yerinə qiymətini yazaq 5 vurulsun, 2 üstü x-in yerinə 5 vurulsun 2. Cevabımız 50. A variantı 14. Baxaq 15-ci suala. 15-ci sualda ifadənin sağ tərəfini ortaq məxrəcə gətirək. X çıx 1 və x üstəgəl 3 üçün ortaq məxrəc x çıx 1 vurulsun x üstəgəl 3'dür. Birinci ifadənin surət və məxrəcini x üstəgəl 3'e vurduğuma görə, məxrəci vurduğuma görə surəti də vurmalıyam. A vurulsun x üstəgəl 3. Toplansın. İkinci ifadədə məxrəci x çıx 1'e vursam, surəti də vurmalıyam x çıx 1'e. B vurulsun x çıx 1. Məxrəclər eyni olduğuna görə surətlər toplamaq olar. Bərabərdir. X çıx 1, x üstəgəl 3'ü də vurub açsaq, x'i x'ə vursam x kvadratı, üstəgəl 3x çıx 1x, 3x'dan da 1x çıxsam 2x. Mənfi 1'i də 3'e vursam çıxılsın 3. A'nı x'e vursam ax. Üstəgəl A'nı 3'e vursam 3a. Üstəgəl B'ni x'e vursam bx. Çıxılsın B'ni mənfi 1'e vursam çıx B bərabərdir. Məxrəc olduğu kimi qalacaq. X kvadratı üstəgəl 2x çıx 3. AX ilə BX də ortaq vuruq x'i çölə çıxarsam qalacaq A üstəgəl B vurulsun x. Üstəgəl 3a çıx B. Bizdə tənliyin sol tərəfində 3x çıx 11 verilmişdi. Məxrəclər bir-birinə bərabərdirsə, demək ki surətdəki ifadələr də bir-birinə bərabərdir. A üstəgəl BX-imiz bərabər olmalıdır 3x-a. Hər tərəfi x-a bölsəm qalacaq A üstəgəl B bərabərdir 3. Demək bizdə A üstəgəl B cəmini soruşurdular 3. D variantı. İndi baxaq 16-cı suala. 16-cı sualda ardıcıl 7 ədəd veriblər. 7 ədədin ədədi ortası 5. Ardıcıl ədədlərdirsə həmin ədədləri qeyd edək. 3-cü ədəd, 4-cü, 5-ci, 6, 7-ci ədəd. Ədədi orta 5'dirsə ardıcıl ədədlər olduğuna görə həmin ədədlərin medianı da 5'e bərabərdir. Yəni ən ortadakı ədədə 5 yazmalıyıq. Daha sonra ardıcıl ədədlər olduğuna görə 5'dən əvvəl gələcək 4, əvvəl gələcək 3, əvvəl gələcək 2. 5'dən sonra 6, 7, 8. Bizdən ən böyük və ən kiçik ədədin həndəsi ortasının tapılması soruşulur. Ən kiçik ədəd 2 vurulsun ən böyük ədəd 8. 2 vur 8 kök altında 16. 16'dan da çıxacaq 4. Cevabımız 4. Baxaq 17-ci suala. Üç x çıx y bərabərdir 5 ifadəsi veriblər. Bu ifadədə hər tərəfi biz kvadrata yüksəltsək, iki ifadənin fərqinin kvadratı düsturunu tətbiq etsəm, birinci ifadənin kvadratı 3x'in kvadratı 9x kvadratı çıxılsın. Həmin ifadələrin hasilinin 2 misli 3x'i y-ə vursam 3xy, 2 mislisi də olacaq 6xy. Üstəgəl ikinci ifadənin kvadratı y kvadratı bərabərdir 25. Bizdən 9x kvadratı üstəgəl y kvadratı cəmi soruşulur. Bərabərdir 25.
Üste gel 6x'i de ifadenin sağ tərəfinə keçirək. X, y-in yerinə də 1 yazaq. 6, 25'ten 6'nı toplasaq 31. 17'de cevap 31. Baxaq 18-ci suala. Düzbucaqlının enini 25% artırıb uzunluğunu neçə faiz azaltdıqda sahə dəyişməz. Düzbucaqlının sahəsi S bərabərdir A vur B. Biz burada A'ya düzbucaqlının enini deyək, B'ye uzunluğu. A'nı 25% artıraq. A'nı 25% artırsaq, A 100%, 25% de artsa 125%, 125% de ədədə çevirsəm 1/125A. Demək A idi, 1/125A oldu. B'ni isə neçə faiz azaltdığını bilmirik. Yazaq, B vurulsun X. İndi hesablayaq. Birinci sahə AB idi. Bu 100%'dir. İkinci düzbucaqlının eni 1/125A, enin uzunluğuna vuraq. Vurulsun uzunluğu BX. Yenə sahə dəyişmir, olduğu kimi qalır 100%. Tənasüb kimi çarpaz vursam 100AB bərabərdir. 100 vurulsun 1/125 ABX. AB'lər ixtisar gedər. 100 bərabərdir. 100'ü 1/125'e vursam 125 X. X bərabərdir 100'ü 125'e bölək. 100 bölünsün 125. 25'i ixtisar aparsam 4, 25'i ixtisar aparsam 5, 5'te 4, 0,8. Demək ki, bizim uzunluğu 0,8 dəfə azaldıblar. İndi 0,8'i faizə çevirək. 0,8 vurulsun 100%. Bərabərdir 80%. Düzbucaqlının uzunluğu 100% idi, 80% olubdur. Demək 20% azalıbdır. Yəni 100% çıxılsın 80%. Cevap 20%. Baxaq 19'a. 19-cu sualda cəmin 25%'ini tapın. Ədədə görə faizi tapmaq üçün ədədi faiz göstərən ədədə vurub 25'e vurub 100'e bölməliyik. 100 ilə 25 ixtisar gedər. Burada qalar 1, burada qalar 4. 8'i 2'nin kubu üstü 3 kimi yazarıq. Üstə gəl 2 üstü 7. Məxrəci isə 4'ün yerinə yazaq 2'nin kvadratı. 2 üstü 3'ü qüvvətə yüksəlsək 3 ilə 3 vurulur. 2 üstü 9 üstə gəl 2 üstü 7. Məxrəci isə 2'nin kvadratı. Məxrəcləri ayrı kəsir şəklində yazaq. 2 üstü 9 məxrəcdə 2'nin kvadratı. Üstə gəl 2 üstü 7 məxrəcdə 2'nin kvadratı. 2 üstü 9'u 2'nin kvadratına bölsəm, əsaslar eyni olduğuna görə qüvvət üstləri çıxacam. 9'dan 2 çıxsam 7. 2 üstü 7. Üstə gəl 2 üstü 7'ni 2 üstü 2'ye bölsəm, əsaslar eyni olduğuna görə yenə qüvvət üstləri çıxılır. 7'dən 2 çıxsam 2 üstü 5. 2'ni 7 dəfə vursam 128. Üstə gəl 2'ni 5 dəfə vursam 32. 128 ilə 32'nin cəmi də 160. Baxaq 20-ci suala. 20-ci sualda kəsrin surətinə müxtəsər vurma düsturunu tətbiq etsəm, A kubu çıx, B kubu. 2023'ün kubu çıxılsın 1'in kubu. Yazarıq. 2023 çıxılsın 1. 2023'ün kvadratı. Üstə gəl 2023 vur 1. Üstə gəl 1'in kvadratı.
Məxrəcli isə 2023-ün kvadratı üstəgəl 2024 olduğu kimi qalar. 2023-ün kvadratı üstəgəl 2024. 2023'ten 1 çıxsam 2022 vurulsun. İkinci ifadənin mötərizini hesablayaq. 2023'ün kvadratı 2023'ü 1'e vursam 2023, bir de əlavə eləsəm üzərinə üstəgəl 2024. Məxrəci olduğu kimi saxlayaq. 2023'ün kvadratı üstəgəl 2024. 2023'ün kvadratı üstəgəl 2024'lər ixtisar gedər. Cavab qalar 2022. 20. sualda cevap 2022. Baxaq 21. suala. 21. sualda A üstəgəl 2B bərabərdir 3 ifadəsi veriblər. Gəlin ikinci ifadəni sadələşdirək. A kvadratı üstəgəl 4B kvadratına müxtəsər vurma düsturunu tətbiq etsəm, 4B kvadratını 2B'nin kvadratı kimi yazmaq olar. Yazarıq A çıx 2B, A üstəgəl 2B. 6A və 12B üçün ortaq vuruq 6'nı mötərizi xaricinə çıxarmaq olar. Qalacaq A çıxılsın 2B. Məxrəci isə olduğu kimi saxlayaq. A çıxılsın 2B. Surətdə A çıx 2B hər iki ifadədə ortaq vuruq olduğuna görə mötərizi xaricinə çıxarmaq olar. A çıxılsın 2B. Qalacaq A üstəgəl 2B üstəgəl 6. Məxrəcli isə A çıx 2B'nin olduğu kimi saxlasam, A çıx 2B'lər ixtisar gedər. Qalar A üstəgəl 2B üstəgəl 6. A üstəgəl 2B'nin qiyməti də vermişdilər 3 üstəgəl 6. 3 ilə 6'nın cəmi verəcək 9. 21. sualda cavab 9. Gəlin indi baxaq 22. suala. 22. sualda traktorun ön və arxa təkərlərinin radiusları nisbəti verilib 3'te 1. R1'in R2'ye nisbəti bərabərdir 3'te 1. Demək ön təkərin radiusu 1K, arxa təkərin radiusu R2 bərabərdir 3K yaza bilərik. Daha sonra 24 pi metr gedən traktorun ön təkəri arxa təkərindən 20 vahid çox dövr etmişdir. Demək ön təkər daha çox dövr eləyir. Biz arxa təkərdəki dövrlərin sayını n götürsək, ön təkərdəki dövrlərin sayı bundan 20 vahid çox. N üstəgəl 20 dövr etmiş olar. Bir dövrdə gedən yolu tapaq. Deməli, S bərabərdir 2pi R düsturuna görə, çevrənin uzunluğu düsturuna görə ön təkərin bir dövrdə getdiyi məsafəni tapaq. 2pi vurulsun R'imiz 1K. 2pi'ni K'ya vursam 2pi K. Lakin bir dövrdə 2pi K yol gedibdir. Ön təkər n üstəgəl 20 dövr getmişdir. Ümumi uzunluq olacaq 2pi K vurulsun n üstəgəl 20. Hər təkərin getdiyi məsafədə 24 pi'dir. İndi tapaq arxa təkərin getdiyi məsafəni. Arxa təkər S bərabərdir 2pi vurulsun R'imiz 3K. 6pi K. Bir dövrdə 6pi K qədər məsafə gedibdir. N dövr eləyib isə ümumi yolun uzunluğu olacaq 6pi K vurulsun N bərabərdir 24 pi. İkinci ifadədə K'ni tapsam, Kn bərabərdir 24 pi'ni 6 pi'ye bölərəm. Cavab qalacaq 4. K vur n'in qiyməti 4 imiş. Gəlin birinci ifadəni sadələşdirək. Pi'lər ixtisar gedər. 2K'nı n'ə vursam 2
kn üste gel 2k'nı 20'ye vursam 40k beraberdir 24. K'nin yerine 4 yazsam 2 vur 4 üste gel 40k beraberdir 24. Buradan biz 40k'nı tapabilirik. 40k beraberdir 24'ten 8 çıksam 16. K beraberdir. Her tarafı da 4'e bölsem 16'nı 4'e bölsem 4, 40'ı 4'e bölsem 10. K oldu 0,4. Bizden soruşurlar traktörün arka tekerinin radyosunu tapın. Arka tekerinin radyosunu biz işaretlemiştik. R2 beraberdir 3K. R2 beraberdir 3 vurulsun. K'nın kıymeti 0,4. 3'ü 0,4'e vursam 1,2. Arka tekerin radyosu 1,2 imiş. Şimdi gelin baxaq 23-cü suala. 23. 23-cü sualda bərabərliyindən A üstə gəl B cəmini soruşurlar. Gəlin bərabərliyin sol tərəfini açaq. AX-a vursam A kvadratı x kvadratı AX-i B'ye vursam ABX 3'ü AX-a vursam 3AX 3'ü mənfi B'ye vursam çıx 3B. Bərabərliyin sağ tərəfində isə 9x kvadratı üstə gəl 15x üstə gəl 6 bərabərliyi verilib. Demək A kvadratı x kvadratı bərabərdir 9x kvadratına. X kvadratları da ixtisar aparsam A kvadratı bərabərdir 9'a. A kvadrat 9'dursa A bərabərdir plus minus 3. İndi gəlin ikinci ifadeye baxaq. Mənfi ABX üstə gəl 3AX da bərabər olacaq 15X-a. Mənfi ABX üstə gəl 3AX bərabərdir 15X-a. Hər tərəfi X-a bölsək mənfi AB üstə gəl 3A bərabərdir 15. Üçüncü ifadələri də bərabərləşdirək B-ni tapaq. Mənfi 3B ilə müsbət 6 da bir-birinə bərabər. Mənfi 3B bərabərdir 6. B bərabərdir mənfi 2. B'nin yerinə mənfi 2 yazaq. Mənfi A'nı 2'ye vursam müsbət 2A. Üstə gəl 3A bərabərdir 15. 2A ilə 3A'nı toplasam 5A bərabərdir 15. 15'i də 5'e bölsəm A bərabərdir 3. Bizdən A və B cəmini soruşulur. A 3'dür. Üstə gəl B mənfi 2. 3 ilə mənfi 2'nin cəmi də müsbət 1. 23'də cavab 1. Baxaq 24-cü suala. 24-cü sualdan işçi sayı ilə bir işin görülməsinə sərf olunan zaman arasındakı tərs mütənasibliyin qrafikinə əsasən eni tapın. Gəlin birinci tənasibi quraq. 4n üstə gəl 2 işçi varsa bu işi 6 günə yerinə yetirirlər. N işçi varsa bu işi 27 günə yerinə yetirirlər. Tərs mütənasib kəmiyyətlər olduğuna görə qarşı-qarşıya vuracağıq. 6 vurulsun 4n üstə gəl 2. Bərabərdir n vurulsun 27. 6'nı 4n'e vursam 24 n. 6'nı 2'ye vursam 12. Bərabərdir 27 n. N'ləri bir tərəfə yığsaq 27 n çıx 24 n verəcək 3 n'i. Bərabərdir 12. 3 n 12'dirsə n bərabərdir 4. Bizdən n'in qiymətini soruşurdular. N 4. Baxaq sonuncu 25-ci suala. 25-ci sualda birinci Px'i vuruqlara ayıraq. Px bərabərdir. X kvadratı çıxılsın 5x çıx 36. Vuruqlara ayırmaq üçün
İki ifadənin cəmi -5, hasili -36 olan ədədləri tapmalıyıq. Bu ədədlər 4 və -9'dur. Demək yazırıq x üstəgəl 4, x çıx 9. İndi ikinci ifadəni qruplara ayıraq. Qx bərabərdir x kvadratı üstəgəl 7x üstəgəl 12. Həmin ədədləri toplasam 7, vursam 12. Demək ki, bu ədədlər də 3 ilə 4'dür. Vuruqlara ayırsam x üstəgəl 3, x üstəgəl 4. İndi gəlin Eylerven diaqramını çəkək. Bura Px'in vuruqlarını yazaq. Bura Qx'in vuruqlarını yazaq. Hər ikisində eyni olan vuruq x üstəgəl 4'dür. X üstəgəl 4'ü yazaq ortaya. X üstəgəl 4. Px'in vuruğu qaldı x çıx 9. Qx'da da digər vuruq x üstəgəl 3. Bu qədər. İkinci sınavın da sonuna gəldik. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, hər biriniz üçün faydalı oldu. Əgər belə videoların davamını istəyirsinizsə kanalıma abunə olun və videonu bəyənin. Hər birinizi uğurlar arzulayıram. Növbəti videoda görüşənədək. Sağ olun.